Aman gəlir. Sıxılı yaratmıyor. Qalanlar kənarlaşdır. Birdən də Kes kardeşim. Bir nəfər də jurnalistlərdən bir nəfər də jurnalistlərdən Bəli. Yaxınlaşın biraz. Çünki mən rayondaydım, eşitmişəm, indi yoldan gəlmişəm bura. Herhalde anormal bir şey, çünki öyle mətbəədə bomba olmaz. Və tam bir bomba da bir 10-15 dəqiqə yoxlayıb, məni də elə deyiblər, 10-15 dəqiqə girib baxacaq, çıxacaq. Çünki Bakıda son vaxtlar tez-tez belə məlumatlar gəlir, anonim məlumatlar ki, filan yerə bomba qoyublar. Biz də gedib yoxlayırıq, axtaşdırırıq, qurtarırıq. Amma herhalde sizlər jurnalistsiniz, siz bilirsiniz, kitabın arasında bomba olur. Kitabın arasına bomba sığışmaz. Mətbəədə onu 10-15 dəqiqə yoxlamaq olar. Bu birinci dəfə deyil. Bu mətbəə ümumiyyətlə dəfələrlə polis, vergi orqanları və müxtəlif təşkilatların baskısına məruz qalır. Bu özəl bir müəssisədir. Bu müəssisə hər halda müəssisə rəhbərinin razılığı olmadan, icazəsi olmadan girmək olmaz. Dünəndən bəri gəlib buranı mühasirə ediblər. Dünən hər halda iş vaxtı gələ bilərdilər, cəmaatın olduğu bir vaxtda gələ bilərdilər. Əldə icazə kağızı olmalıdır. Ondan sonra eğer burada doğrudan bomba aktarırlarsa bombanı polis aktarmaz, bombanı aktaran mütəxəssislər var, təhlükəsizlik. Belki onların başına bir iş gələcəkdi. Mən o polislərdən ötürü narahatam. Birdən bomba partladı, bunların başına bir iş gələr. Çox böyük bir facia. Ona göre de biz narahatçılıqla bu işin axırını gözləyirik, görək nə olacaq. Səbəb nədir sizcə? Bax, indiyə qədər bu qədər bu nəşriyyata qarşı bu cür, belə deyək də, bəlkə də təxribatdır, nədir? Niyə məhz qanun nəşriyyatı? Bu nəşriyyat Azərbaycanda qanun, hüquq ədəbiyyatını buraxan ilk nəşriyyatdır. Hüquq jurnalını da buraxan ilk nəşriyyatdır. Qanun jurnalistləri burada çıxıb 92-ci ildən və bir ənənə yaranıb Azərbaycanda hüquq mədəniyyətini yüksəltmək üçün, hüquq ədəbiyyatını yaymaq üçün cəmaatımızın öz haqqını, hüququnu bilməsinin sayəsində bir ədənənin formalaşdırılması üçün görülür bu kimlərəsə sərf eləmir. Çünki sonra çoxlu alternativ hüquq jurnalları yaratdılar. Bu hüquq jurnalının, qanun jurnalının səlahiyyət dairəsini və daha doğrusu onun hüquqlarını biraz daraltmağa çalışdılar. Öncə onu elmi jurnallar siyasından çıxartmağa çalışdılar. Çoxlu baskılar var. İndi onun hamısını deməklə qurtarmaq olmaz. Amma bunların hamısından əlavə bu mətbəə var burada. İndi əvvəllər qəzet çap olunurdu və qəzetdə hər hansı bir qəzetdə, mətbəəyə aidiyyəti olmayan qəzetdə xırda bir yazı gedən kimi onu bir bəhanəyə çevirirlər, bəhanəyə verir. İndi bu nəşriyyat, mətbəə, çap evi artıq qəzet buraxmır. Elə bu məsələlərə görə ki, bir dəfə yad çəksinlər burada. Sonra kitab buraxılır və kitab da sonra hansı bir kitabdasa, deyək ki, xoşa gəlməyən, kiminsə xoşuna gəlməyən bir cümlə varsa ondan ötürü mətbəəyə baskın oldu. Halbuki siz bilirsiniz, dünyanın elə bir vaxtıdır ki, mətbəə kitaba görə məsuliyyət daşımır. Kitabın məsuliyyətini müəllif daşıyır. Müəllif redaktor olmadan öz kitabını çapa verə bilər və o kitabı yaya bilər. Bu müəllifin hüququdur. Sonra onun məsuliyyəti var, kim narazıdırsa onunla deməli aydınlaşdıra bilər. Bunun da müxtəlif vasitələri, yolları var. Bu mətbəənin məsuliyyəti deyil. Amma buna baxmayaraq Azərbaycanda bizim şəraitimizi nəzərə alaraq çap evi, qanun çap evi artıq yerli ədəbiyyatı demək olar ki, çap eləmir. Daha çox tərcümə ədəbiyyatı çap edir. Yaxşı, indi nə olur? Klassikləri çap eləmək olmaz. Azərbaycan oxucusuna qanun nəşriyyatı qədər dünya ədəbiyyatını verən, tərcümə kitabı verən ikinci bir nəşriyyat yoxdur. Dünya miqyasında tanınan nəşriyyatdır.
beynəlxalq deməli kitab sərgilərində iştirak edir, Azərbaycanı təmsil edir, Azərbaycanın kitab mədəniyyətinin inkişafında bir xeyli zəhməti var. Bunu dəyərləndirmək əvəzinə, buna qiymət vermək əvəzinə gündə bura baskı, bu artıq ayrı bir yəni bu təkcə mənə elə gəlir ki, Şahbazar olan münasibət deyil, bu bütövlüklə bizim ailə olan münasibətdir və bunun arxasında dayanan adamları da çox yaxşı bilirik. Rəsmi dairələrdə məncə bilirlər, hüquq mühafizə sistemi də bilir, Daxili İşlər Naziri və Nazirliyin əməkdaşları da bilirlər. Mən bura gəlməzdən əvvəl Bakı şəhər polis idarəsinin rəisi ilə danışdım, dünəndən bəri 2 dəfə. O dedi, bizim 10-15 dəqiqəlik işimiz var, girib baxıb çıxacaq. Gözləyirik, siz hər halda buradasınız. Nə vaxtdan giriblər içəri? Bir saat olur. Baxaq görə. Bəs kimdir arxası? Yəni qeyri-hökumət təşkilatı, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi qanun nəşriyyatı mülkiyyəti olan binada, yəni icarə əsasları ilə oturulub, bir otaq belə deyək, icarədədir. Və həmin otaqda baxış keçirildi, bir neçə 4-5 nəfər deməli, mühafizə orqanı işçiləri iştirak edir. Yəni belə ancaq kitab, stolun üzərində olan yazılar, yazılı kitab, sənədlər, şkaflar, kitab rəflərlə belə baxıldı. Yəni, belə ciddi narahatçılıq olmadı. Sonra nə olacaq deyə bilərik, amma faktiki o yoxlama prosesi heç nə olmadı və qapını da sonra bağlayıb çıxdıq. Nəsə aktlaşdırdılar mı, nəsə? Yox, heç nə aktlaşdırmadılar, sadəcə baxış keçirdilər. İndi onu hər halda hüquqşünaslar yaxşı bilər ki, o prosesin sonu necə olmalıdır, mən bilmirəm. Çünki yanımızda hüquqşünas yox idi, vəkil yox idi, ona görə mən deyə bilmərəm ki, belə olmaydı. Amma biz sadəcə otaq yoxlandı, dedilər, heç bir problem yoxdur. Çıxdı və sonra bizə qapımızı bağlayıb çıxdı. Təşəkkür edirəm. Sağ olun. Dünən Bakı şəhər polis idarəsinə daxil olan məlumata görə güya qanun nəşriyyatının mətbəəsində bomba qoyulmuş və bütün belə hallarda olduğu kimi Bakı şəhər polis idarəsi də gəlib yoxlama keçirdi. Dünəndən bəri bir narahatçılıq planı. Bugünkü bir neçə saatlıq yoxlamadan sonra bu fakt öz təsdiqini tapdı. Məlum oldu ki, bomba yox, Haqverdi'nin dediği kimi sadəcə qarpız varmış. Siz dediniz. Onlar şöyle koymuyorlar. Ben bu tarafa zahmet olmuş. Kesin. Bu yanda. Təhqiqatla bağlı indi özlərinə belə maraqlı görünən müəyyən şeylər götürdülər. Amma belə Neyle bağlı təhqiqat? ümumiyyətlə bilmirəm, onlar bildirdilər ki, təhqiqatla bağlı nəsə. Onlara maraqlı, şübhəli görünən bir şeylər. Amma ümumiyyətlə axtardıqları yəni tapılmır. Yaxşı, belə deyim. Apardıqları nə idi? Necə? Apardıqları nə idi? Apardıqları qəliblər idi. Necə? Qərar kimi qərar edin. Yox, əslində heç bir dedilər, yəni bildirdilər ki, bizə 102-dən telefon zəngi olur və 102-yə əsasən gəlmişik. Orada bildirilib ki, güya qanun nəşriyyatında bomba var. Ona görə və bununla bağlı zəng anonim olduğuna görə hər hansı bir sənəd də təqdim olunmadı. Amma dünən saat 7-dən sonra bu polis nəzarətinə götürülübdü bizim bina. Bugün saat 2-də biz qərarlaşdıq ki, 2-də aça bilərik və bütün burada oturan təşkilatları və eyni zamanda işçilərimizi də dəvət elədik ki, onlar gəlsinlər bura. Biz də açdıq nəşriyyatın bütün demək, bütün otaqlarına baxış keçirdilər. Vərəqlər, stollar, hər yerə, bütün otaqlara. Sonra mətbəəyə də baxış keçirdilər. Və indi onların özünə maraqlı gələn, onların dediklərinə görə təhqiqat üçün nəsə ola bilər. Bəzi qəlibləri götürdülər və vərəqlər götürüldü. Belə. Bayaq binanın arxasında götürdülər maşınları da var, gələcək, qullar apardılar. Apardıqları nə idi? Yəni onu satı olmuşdu, yoxsa nə istəyirlər? Onlar götürüblər, yəni müsadirə eləmək kimi yox, sadəcə
təhqiqatda bir detal kimi götürüblər və bildirdilər ki, biz yəni təhqiqat prosesi yekunlaşandan sonra bu bizə qaytarıla bilər. Mən orada gördüm A2 formatında olan çap məhsulları idi. Orada çap məhsulları A2 formatında kağızlardaydı, amma bu tamam çap məhsulları deyildi. Çünki bizdə çap məhsulları yalnız kitab halında olur, yekun olur. Orada deyək ki, onlara maraqlı gələn yarım fabrikat nələrsə vərəqlər falan belə götürdülər. Siz bura bomba adı ilə gəlmişdilər, amma çıxanda hansı plakatlar, hansı qəlibləri apardılar? Nə düşünürsünüz, niyə belə? Bomba çıxmadı.